Fərqli içkiləri yoxlayırıq. Məndə olan meşə çörəkli, ətirli, reyhanlı. Məndə isə ananas ətirli reyhan toxumlu içkidir. Özüm fərqli rənglərini aldım ki, hər iki rəngini yoxlayaq. Açaq. Qiymətində qeyd edim ki, 1 manat 79 qəpidir və bəs siz hansı aromalısınız dadmısınız, onu şərhlərdə yazmağı unutmayın. Mən də açım. Göstərim sizə. Mən başlayıram. Mən birinci belə göstərim sizə. Yəni belə Şəkərlidir. Yəni şəkərli, normal bir şirəli çox dadı verir. Başqa. Ananas ətirli, yəni ananaslı yaxşıdır, amma biraz şirini çoxdur, amma çox gözəldir. Amma altdan o şəkər dadını hiss elədim. O qoxuda mənim xoşum gəlmir. Onun üzərinə neçə verirsən? 10 üzərindən qiyməti bu arada 1 manat 79 qəpik idi. Qiymətinə görə və sair dadına görə 7 gələr məncə, 7. Və 10 üzərindən 6.